Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz hakimiyet şüphələrinə rəddiyə, Sələfi Rəddiyə kitabının bu şübhələrə rəddiyələrini oxumuşduq. Şübhələri Şeyx Talat Hafızoğlu gətirmişdi, vərəd vermişdi. Və bu qədər keçən şübhələrin xulasasını Şeyx Talat Hafızoğlu zikr edəndə ve orada bir sual çıkmıştı. Hakimiyet tövhidi. Hakimiyet tövhidi, o barədə biz qabaqda danışdıq. Deyir, hakimiyet tövhidinin tövhidin qismlərindən olan əlaqəsi. Tövhidin üst qismi var da, rububiyyət, uluhiyyət, adı və sifətlər. Bunların olan əlaqəsi. Deyir, həqiqətən hakimiyet tövhidi tövhidin məşhur qismlərindən olan bir qisim değil. Lakin o qisimlərin içində bir hissədir. Rububiyyətə biraz düşür, biraz uluhiyyətə düşür, biraz da ad və sifətlərə düşür. Yəni bu hakimiyyət tövhidi bu sifətlərin içindən bir nədir? Hissədir. Onun uluhiyyət tövhidinlə olan əlaqəsi, hakimiyyət tövhidinin, Şeyx Abdüləziz İbn Bəz Rəhməhullah deyir ki, alimler, Allah onlara rəhm eləsin, ibadətə tərif verəndə ibadətə tərif vermişlər. Buna yaxın olan mənalarla ən gözəl də, ən yaxşı tərif verən də Şeyxülislam İbn Teymiyyə Rəhmanovdur. İbadətə bir tərif verəndə. Nə demişdi? Demişdi, el-ibadetu ismun cami'un likulli ma yuhibbuhullah ve yardahu minel aqwali vel a'mali zahireti vel batine. Nedir ibadet? İsmun cami'un, bir isimdir, cemidir. Allah'ın sevib, razı qaldığı zahiri ve batini söz ve əməllərdir. İbadetin tərifidir o. Ve hâzâ yedullu ala ennel ibadete teqtedi el-inqiyâde temme lillahi teâlâ. Bu da neye dalalet edir? Bu da dalalet edir ki ibadet Allah'a tam teslim olmağı özünde daşıyır. Buna dalalet edir. İbadet, insan Allah'a tam olarak teslim olur. Allah'ın emrini yerine getirmesinden, qadağasını çəkinməsindən, demək, əmirdə, qadağada, etiqadda, sözdə və əməldə tam olaraq nədir? Allah'a teslim olursan. Bir kəsin həyatı Allah'ın şəriəti üzərində durur. Allah Teala nəyi halal edibsə də onu halal edir, nəyi haram edibsə də onu da haram edir. Yəni Allah Subhanahu Teala bizə bunu halal buyurubsa biz ona deyirik halaldır. Haram buyurubsa deyirik haramdır. Öz yolunda, gedişatında, öz əməllərində, öz idarəçiliklərində hamısı Allah'ın şəriətinə uyğun olaraq edir qul. Yani öz nəfsinin payını qırağa qoyur, yəni havasına neynəmir, tabi olmur. Yalnız nedir? Allah'ın əmirlərini yerinə yetirir. Tam Allah'a teslim olur. İnsan nə vaxtı tam olaraq Rəbbinə zəlil olur, teslim olur, ona ibadet edən olur. فَلَا يَكُونَ عَبِدًا لِلّٰهِ مَنْ خَضَعَ لِرَبِّهِ فِي بَعْدِ جَوَانِبِ حَيَاتِهِ. Yəni, öz həyatının bəzi hissəsində əgər Allah'a zəlildirsə, tabidirsə də bu halda abid olmur. Bəzi hissəsində isə məxluqatlara tabi olur. Məsəl üçün, Allah Subhanahu Teala buna əmr edir, mütləq olaraq o əmri yerinə yetirmir. Bəzi şeylərdə Allah'a tabidir, bəzi şeylərdə məxluqatlara tabidir. Belə olduqda tam olaraq həmin qul Allah'a qul olmuş sayılmır. Kim Allah'a zəlil olarsa da, Allah üçün zəlil olarsa da Allah'a, yəni ona itaat edərsə də, onun vəhini hökm olaraq götürərsə də, öz aralarında onun vəhini ilə hökm verərlərsə də, bu Allah'a olan bir quldur. Həqiqətən Allah'a olan quldur. Kim də Allah'tan qeyrisinə zəlil olarsa da, Allah'ın şəriətindən başqa bir hökmlərlə hökm verərsə də, artıq tağuta ibadet etmiş olar və ona teslim olmuş olar.
Bu belədir. Ya beləsən, ya belə. Ya Allah'a qul olacaqsan, ya şeytana qul olacaqsan. Seç. Vel-ubudiyyetu lillahi vahdə. İbadət tək Allahadır. Və tağuta ibadətdən uzaq durmaq lazımdır. Onlara hökm verməkdən uzaq durmaq lazımdır. Kəlmə-i şəhadətin şərtlərindəndir ki, Allah'tan başqa haqq ilah yoxdur. Onun şəriki yoxdur. Muhammed sallallahu aleyhi ve sellem onun qulu və rəsuludur. Allah subhanahu teala insanların Rəbbidir, onların ilahıdır, onları yaradıbdır, onlara əmr edir, qadağalar edir, onları dirildir, onları öldürür, onları hesab edəcəkdir, onları mükafatlandıracaqdır. Yəni yücəzihim, yəni istər mükafat olaraq, istərsə bizim dildə başa düşərək cəza olaraq, yəni qarşılığını verəcəkdir. Odur tek ibadete haklı olan, ondan başka hiç kim haklı değil. Ələ lehul xalqu vel əmr. Bilin ki, yaratmaq da, əmr də Allah'ındır. Fəkəmə ennehul xaliqu vahdehu. Necə ki, o tek yaradandır, o tek əmr edəndir və vacibdir ki, onun əmrinə itaət olunsun. Və mimmə təqəddəmə yetəbəyyənu ləkə əyyuhəl muslimu. Qabaqda keçən şeydən sənin üçün bəyan olur şey müsəlman. Ənə təhkimə şər'illəhi və təhəkkümə iləyhi mimmə əvcəbəhu Allah və Rasuluhu. Allah'ın şəriətindən hökm vermək, onu şəriətini hakim götürmək Allah və Rasul əmr elədiyi şeylərdir, vacib elədiyi şeylərdəndir. Bu Allah'a olan ibadətin şərtlərindəndir və kəlmə şəhadətində Muhammed Rasulullah sallallahu aleyhi ve sellem risaləsinin şəhadətinin şərtlərindəndir. Buna açıq olan, dəlalət edən dəlillərdən ənə təvhid-el hakimiyyəti şu'bətun min şu'ab təvhid-el uluhiyyə. Hakimiyyət tövhidi, uluhiyyət tövhidinin şöbələrindən bir şöbədir. Və ennel işrakə fihi işrakun fil ibadəti. O şeydə şərik qoşmaq, ibadətdə Allah'a şərik qoşmaqdır. Necə ki Allah Subhanahu Quran-ı Kerimdə deyir, Tövbə surəsi 31-ci ayədə Hristiyanlar barəsində, Yahudilər barəsində, Hristiyanlar barəsində deyir ki, İttəxəzu əhbərəhum və ruhbənəhum ərbəbə min dunillahi vəl-Məsih ibn Maryam. Demək, onlar öz əhbarlarını, alimlərini, öz ruhbanlarını, ibadət edənlərini, rahiblər kimlərdədir? Hristiyanlardadır, əhbar isə Yahudilərdədir. Əhbar və ruhbanlarını Allah'tan başqa olaraq Rəblər götürmüşdülər. Məryəm oğlu İsa'nda, Məryəm oğlu Məsihi də elə. Onlar nə ilə əmr olunmuşlar əslində? Və mə umiru illə liya'budu iləhən vahidə. Onlar əmr olunmuşlar ki, yalnız tək ilaha ibadət etsinlər. Ondan başqa haqq ilah yoxdur. O, ona şərik qoşulan şeylərdən pakdır, müqəddəsdir. Allah təala. Sahabelərdən biri Adi ibn Hatim radiyallahu anhu gəlir Resulullah sallallahu aleyhi ve sellem'in yanına. Resulullah sallallahu aleyhi ve sellem Bəra surəsi, yəni Tövbə surənin adlarının Bəra surəsidir. O oxuyanda onun yanına gəlir, bu ayəni oxuyur. Resulullah sallallahu aleyhi ve sellem bu ayəni oxuyur. Deyir ki, onlar Allah'tan başqa olaraq öz əhbarlarını və ruhbanlarını Rəblər götürmüşdülər. Adi ibn Hatim deyir ki, dedim ey Allah'ın Resulü, biz onlara ibadət eləmirdik ki, yəni o ruhbanlara, rahiblərə, həmin o əhbarlara ibadət eləmirdik ki. Deyir ki, onların Allah'ın halal buyurduğunu onlar haram buyurduqda siz haram buyurdunuz mu? Yəni alimləri Yahudilərdə və yaxud da Hristiyanlarda Allah Teala bir şey halal buyurub da onların alimləri deyərdi ki, bu haramdır. Və onlara tabi olanlar da onu Allah'ın halal buyurduqlarını tabi olaraq öz alimlərə deyərdi ki, haramdır. Yəni bunu Resulullah sallallahu aleyhi ve sellem ibadet adlandırmıştı. Allah'ın halal buyurduğunu, Allah haram buyurduğunu onlar halallaştırdıkta siz de onu halallaştırırdınız mı? Adi ibn Hatim diyor ki dedim ki elbette. Yani edirdik. Hristiyan olduğu vaxtından söhbət gedir. Bu deyir onların ibadetidir. Subhanallah. Bak Şeyhülislam İbn Teymiyyə rahmehullah
Fakat beyyenen Nebi ne demişti? Demişti ki artık Nebi sallallahu aleyhi ve sellem beyan eləmişti ki onlara olan ibadeti haramı halallaştırmaq, halalı ise haramlaştırmaqdaydır. Yani həmin kəslər üçün nə namaz qılırdılar, nə oruç tuturdular, nə onları Allah'tan başqa dua edib çağırırdılar. Yəni Hristiyan və Yahudilər öz alimlərinə, rahiblərinə nə namaz qılırdılar onlar üçün, deyək ki, ruku edirdilər onlar üçün, məsəl üçün, və yaxud da nə oruç tuturdular, orucumuz sənin üçündür, namazımız sizin üçündür. Nə də ki, Allah'tan geri olaraq dua edib çağırmazdılar onları. Amma Peyğəmbər s.ə.v nə adlandırdı onların o əməlini? Onların o əməlini ibadət adlandırdı. Yəni öz əhbərlərini, ruhbarlarını Allah'tan başqa olaraq Rəblər götürmüşdülər. Yəni onlara Allah'ın haram buyurduğu şeyi halallaşdırdıqda itaat edərdilər, halal buyurduğu şeyi haramlaşdırdıqda da itaat edərdilər. Bu da iki tərəfdən olurdu. Onlardan biri demək, ən ya'lamu, bilirdilər ki, ennəhum bəddəlu dinallah. Yəni bildikləri halda ki, bunların bu ruhbanları, əhbarları və ruhbanları Allah'ın dinini dəyişiblər, təbdil ediblər, bildikləri halda və onlara bu dəyişməkdə tabi olurdular. Yəni əhbar deyir ki, bu Allah'ın əmridir. Allah deyir, əuzubillah. Və yaxud da biz bunu dəyişib, bu bizim rəyimizdir. Biz deyirik, belə olmalı. Məsələn, başqa bir şey gətirib Allah'a nisbət edirlər və yaxud da ki, biz edə bilərik. İstədiyimiz şeyi qoyub, istədiyimiz şeyi silə bilərik. Bu Yahudilər də var, deyib, Tövrat bizimdir, istədiyimizi artırıb, istədiyimizi azaldırıq. Əuzubillah. Həmin kəslər də öz alimlərine tabi olurdular və etiqad edirdilər ki, Allah'ın haram buyurduğu şey halaldır, halal buyurduğu şey ise haramdır. Niye? Öz böyüklerine tabi olduklarına göre. Yani öz böyüklerine tabiydiler. Ve bilirdiler ki onlar Resulların dinine muhaliftiler. Bak bu yere dikkat edin. Bilirdiler haram kıla. Bu da küfürdür. Yani bunda şek yoktur. Şu bu küfürdür. Allah subhanahu teala وَقَدْ جَعَلَهُ اللّٰهُ وَرَسُولُهُ شِرْكًا. Yani həmin əməli Allah və Resul şirk adlandırmışdı. Bu əməli şirk bildirmişdi. Baxmayaraq ki, həmin kəslər nə onlar üçün namaz qılırdılar, nə onlar üçün səcdə edirdilər. فَكَانَ مَنِ اتَّبَعَ غَيْرَهُ فِي خِلَافِ الدِّينِ مَا عِلْمِهِ أَنَّهُ خِلَافُ الدِّينِ. Yəni tabi olan dinə müxalif olduğunu bilirdi, tabi olurdu. Bildiği halda, yəni bilməsinlə ki, bu şey dinə müxalifdir, onların dedikləri genelde də öz alimlerine tabidir. وَاَعْتَقَدَ مَا قَالَهُ ذَلِكَ. Yani həmin onların dediğini de, o alimlerin dediğini de etiqad ederdi. Allah ve Resulü dediği şeyden başka olarak. Bu da tabii ki belə halda müşrik olurdu. Yani bu mislinde olan kəslər müşriktir. Birinci bu tərəfdən ki, bilirdiler ki, onlar Allah'ın dinine muhaliftiler, değişirler Allah'ın dini. İkinci tarafı oydu şu, onlar etiqad edirdiler ki ve iman edirdiler ki, halalı haramlaştırmaq, haramı ise halallaştırmaq sabittir. Lakinnahum ata'uhum fi ma'siyetillah. Yani halalı etiqad edirdiler ki, onların etiqadı ve onların imanı bi tahrimil halal, halalı haramlaştırmaq, haramı da halallaştırmaq. Yani bunu nedir? Etiqad edirlər. Bu sabittir. Lakinnahum ata'uhum fi ma'siyetillah. Lakin onlar onu Allah'a asilikdə itaat elədilər o kəslərə. Necə ki, bu yeri diqqətən yetirin. Necə ki bir müsəlman kəs asilikdən bu əməli edir. Müslüman harama haram deyir, halala da halal deyir. Sadəcə asidir. Nəfsinə, havasına tabidir. Neyidir? Tabi. Amma həmin kəslər yox. Həmin kəslər əksini edərdilər. Hristiyanlar və Yahudilər. Yəni Müslüman bilir ki, o günahkardır. Etdiyi bu əməldən asidir. Yəni bunların günahı günah əhlinin hökmü kimidir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən hədisdə gəlmişdi ki,
İnnemət ta'atu fil ma'ruf. İtayət ma'ruf şeylərdə olur. Hakimə itaət nələrdə olur? Və ümumən məxluqa itaət ma'ruf şeylərdə olur, yaxşı şeylərdə. Biz şey əmririk, tabi olmayacaq. Yaxşı şeydə itaət edir. İbn Hazm rahmeullah demişti ki: "Lemma kana'l yahud ve'n nasara yuharrimun ma harrama ahbaruhum ve ruhbanuhum." O vaxt Yahudi və Xristianlar, onların əhbarları və ruhbanları haram etdikləri şeyi bunlar haram edirdilər, halal etdikləri isə halal edirdilər. Kânət hadihi rububiyyətən sahihətən və ibadətən sahihətən qad danu biha. Və səmməllahu Teala hādəl aməl ittixadə əhbarihi min dunillahi və ibadətən. Yəni onlar o əməli səhih görürdülər. Yəni sanki o kəslərdə rububiyyətin olduğunu, yəni onların halal halallaşdırma əllərində olduğunu etiqad edirdilər və onu səhih ibadət sayırdılar. Və o əməllər edirdilər, özünü o şeylə dinlənirdilər. Allah Subhanahu taala ona görə bu əməli adlandırmışdı. Allah'tan başqa olaraq onları rəblər götürməyə adlandırmışdı onları. Yəni sanki onların əlində o rububiyyət var. Və bu əməl də təbii ki şirkdir. Bunda heç bir ixtilaf da yoxdur. Sonra bu məsələnin hakimiyyət tövhidinin rububiyyət tövhidinlə olan əlaqəsi barəsində şeyx danışacaqdır. Qalsın gələn səfər Allah təala istəyirəm ki bizlərə iştib faydalanırsın.